həyatımda hər şey getdikcə zəifləyirdi, mənim gücüm itirdi, məni işə də belə qəbul etmirdilər. Mənim əlimdə sənədim belə yox idi. Mən İsa'dan çörək istədim, İsa mənə çörək verdi. Bilirsiniz, bax bu məbəddə neçə insan olub, gəlib mənə deyirlər ki, bizim üçün dua et də, nə olar, mənim işim yoxdur, mən istəyirəm işim olsun. Gəliblər, mən dua eləmişəm, gediblər, iş tapırlar, amma indi o insanlar buna gəlmirlər. Çünki onlar üçün İsa çörək mənbəyi idi. Onlar üçün İsa çörək ağacı idi. Başqa heç nə. Və İsa bunu bilir ki, insanlar onu gəlib padişah kimi aparmaq istəyirlər. O çəkildi, getdi. Yəni İsa bu şeylə razılaşmırdı ki, məni nəyəsə görə gəlib axtarıb padişah eləməyin. Mən bu günləri kimsə məni nəyəsə görə sevsə, bu mənə ağır gələcək. Səni də misin? Səni də kimsə nələrləsə görə sevsə, bu sənə ağır gələcək. Sən də istəyirsən, mən də istəyirəm. Biz istəyirik ki, bizim özümüzə görə sevsinlər. Bugün mənim pulum var, sabah yoxdur. Buna görə kimsə məni sevməsin. Bugün mənim vəzifəm var, sabah bu vəzifə olmaya da bilər. Mən istəmərəm, arzu etmərəm ki, mənim vəzifəm üçün kimsə məni sevsin. Bugün mənim hörmətim var, amma bu hörmət olmaya bilər. Mən istəmərəm ki, mənim bu şeyə görə kimsə məni sevsin. Mən istəyərəm ki, məni necə varamsa, hamı elə sevsin. Sən də bunu istəyirsən, amin. Ona görə də İsa Məsih bu çox pis təsir etmişdir. İndi isə gəlin biz baxaq, biz İsa'ya nə üçün iman etmişik? Hətta bir çox imanlılar deyirlər, İsa insana cənnəti verir. Mən istəyirəm, İsa'ya iman edirəm ki, cənnətdə olun. Amin, ol. Amma düşün, sənin həyatının mərkəzi ancaq cənnətdir ki, o cənnətə görə İsa'ya iman edirsən. Yoxsa İsa şəxsən sənə görə dünyasını dəyişir, sənə görə qurban gedir, sənin günahlarının cəzasını üstünə alıb deyə bunu dərk edib İsa'ya iman edirsən. Səni dəyər verən İsa oldu, səni şəxsən sevdi deyənə səni İsa'ya iman edirsən. Onsuz da İsa Məsih əbədi həyatdır, onunla görüşən, onu da qəbul edənə o cənnəti həyatı verir. O ondadır, o zaten onda yaşayır. Həyat ondadır, o bunu verir. Amma gəlin biz onun əllərinə baxmayaq, biz onun özünə baxaq. Biz onun əlinə baxıb onu sevməyək, biz onun özünə baxıb onu sevək. Onun çörək verən əlini deyil, deşilən əllərini sevək. Ki o mənə görə